Videoların davamlı gəlməyini istəyirsinizsə dəstək ola bilərsiniz. Dəstək olmağınız üçün də kanala abunə olub videoları bəyənə bilərsiniz. Dostlar, deməli çoxdandır Pocket 3 ilə maraqlanırdım. Gözlədim, almadım, 4 çıxdı, 4-ü aldım. Axır ki qismət oldu almaq. Bu gün sizə bunun kutu açılışını eləyəcəm. Baxaq görə içindən nələr çıxır. Kutu açılımı eləməmişdən qabaq sizə bir məlumat verim. Bunu satan səhifələr çoxdur Instagramda. Bir səhifə ilə danışmışdım, reklamla paylaşıblar ki, və bizdən Pocket 4-ü alana hədiyyəmiz də var. Yaxınlaşdım mağazaya və dedim belə bir reklamımız vardı, onu görüb gəlmişəm. Deyirlər reklamı göstərim reklamı, deyir onu səhv paylaşmışıq. Deyir siləcəyin onu, hədiyyə verilmir. Hər nəsə bu sözü dedilər, mən də yalan paylaşım edildikdən görə oradan almadım, Okmobil. Getdim bunlardan aldım. Həm qiymətləri münasib idi bunlardan, həm də onlarda yalan danışma yox idi. Kutumuzda nələr çıxdı? Pocket 4, əllə tutmasın tripodu, sonra bu əlavə zaryadkasıdır, bu işığıdır, bu qoruyucu knişkasıdır, taxsan üstünə rahat, üstdə bu yoxdur, 4-də var amma. Sumkada rahat gəzdirə bilirsən. Sonra bu mikrofonun papaqlarıdır, küləyə qarşı olandır. Bu da mikrofonun içində bir dənədir. Dizayn mikrofon 3-ündür deyəsən, 3-cü seriyadır bu. Sonra bu USB-sidir mikrofonu zaryadkaya qoymaq üçün. Bu USB Pocket 4-ün özünü zaryadkaya qoymaq üçündür. Belə bir tutacağı var. Sonra əlavə sumkası da çıxdı. Bu çox xoşuma gəldi, qəşəng bir şeydir. Öz sumkası budur, əlavə də bu sumkanı göndəriblər. Bu da lensidir. Enli videolar çəkmək üçündür. Özünün maqniti var. Ben göstərim sizə. Açıldı. 2 dəqiqə. Aha. Açıldı. Açılan kimi bu maqniti bunun ağzına oturmalıdır. Otuzdura bilsək. Aha, rahat oturur. Bu qaydada. Maqnitlə bağlamaq olmur. Bunu çıxartmaq lazımdır lensini. Aha. Bugün gezdi. Bunu test eləyə bilməyəcəm. Sabah inşallah test eləyərəm. Bu videonun içinə qoyaram. Baxarsınız. Gündüz vaxtı gündə necə çəkiliş eləyir. Sonra hava qaranlıq olanda necə çəkiliş eləyir. Göstərərəm sizə. Üstündəki ledi qoşaram, ledlə çəkərəm, ona da baxarsınız. Pocket 3 işlətməmişəm mən. Amma videolarına baxmışam. Əsas fərqi bu gördüyünüz knopkalar var ha. Bu knopkalardır. Bu knopkaya nə istəsəz özünüz burada yerləşdirə bilirsiniz.
Bu soldakı knopka plus yazılanda yaxınlaşdırmaq üçündür. Bir dəfə vuranda 2x olur, 2 dəfə vuranda 4x olur. Təzədən bir də vuranda qayıdır 1x-ə. Yəni bu kameranı almağa mən məsləhət görürəm. Kimsə almaq istəsə, xeyirli olsun, ala bilər. Qəşəng kameradır. İndən belə inşallah Allahın köməkliyi ilə videolarımız çox gələcək. İçəri şəhərdəyəm, gəlmişəm kameranı test eləməyə. Hal-hazırda kölgəlikdəyəm. Gün düşmür. Mikrofonla danışıram. Səsim necə gəlir bilmirəm. Görüntü də necə olacaq onu da bilmirəm. Sizlə bir yerdə mən də izləyəcəm. Gündə də göstərəcəm. Görün gündə necə göstərir. Bir də inşallah axşam qaranlıq olsun, qaranlıqda çəkəcəm, test edəcəm. Qarşıda qəşəng mənzərə var. Yəni sizə mənzərəni göstərim. Görün nə qəşəng heyşəllərdir. Bazardan qədər edirəm ki, insanlar keçsin, sifətləri düşməsin. Gün düşən əraziyə gəldim. Burada çəkilişə baxın, görün necədir. Nəzərinizə çatdırdım ki, 4K 60 FPS-dən çəkirəm. Pocket 4-ü indi qaranlıqda test edirəm. Ətrafı görürsünüz, hər tərəf qaranlıqdır. Heç bir yerdən işıq yanmır. Ərazi də baxın belədir. Həm də mikrofonsuz çəkirəm bunu. Dedim bir mikrofonsuz da səsini görün necədir. İndi isə LED-ini qoşaq. Bircə dəqiqə. Bu da LED-lə çəkilişi. Bunun rejimləri çoxdur. 3 dənə rejimi var. Birinci rejimi, ikinci rejimi, bu da üçüncü rejimi. Bir də sarı rəngi var. Gördünüz də. Söndürə indi arxa tərəfə baxın. Bu da qaranlıqda öz LED ilə çəkiliş. Məncə mükəmməldir. Zəif işıqda qəşəngdir. Mən bəyəndim. İnşallah siz də bəyənərsiniz. Çox qəşəngdir. Sağ olun. Gələn videolarda görüşərik.